Bir zamanlar okeanda elə bir yırtıcı var idi ki, balinalar ondan qaçırdı. Bu, Megalodon idi. Uzunluğu 20 metrə, çəkisi 50 tondan çox. Tək bir dişi insan ovucundan böyük. Dişləmə gücü isə elə idi ki, balinanın sümüklərini sındıra bilirdi. Megalodon 23 milyon il əvvəl ortaya çıxdı və 3,6 milyon il əvvəl yox oldu. Amma nəyə görə? Okeanlar soyudu. Balinalar köç etdi. Megalodon isə isti sulara bağlı idi. Üstəlik, daha çevik və az enerji tələb edən yırtıcılar, məsələn, ağ köpək balığı, üstünlük qazandı. Və ən vacib sual, bəs bugün yaşayırmı? Elm deyir, xeyr. Bu ölçüdə bir canlının okeanlarda gizli qalması mümkün deyil. Bəzən ən qorxulu canlılar yox olur, amma onların hekayəsi hələ də dərinliklərdə yaşayır.